Cərrahiyə cərrahın neştəri ilə yox, qərarla başlayır. Fikri ilə mən tamamilə razıyam. Mütləq şəkildə həm təcili, həm planlı cərrahiyyədə əməliyyat önü planlama deyilən bir məsələ var. Bu əməliyyat önü planlama çox dəqiq və düzgün aparılmalıdır. Yəni əməliyyat önü planlama həmin o qərar deməkdir. Yəni qərarlar qəbul olunmalıdır. Nədən başlayıb, hansı kəsikdən başlayıb əməliyyat nə ilə bitirmək. Bəzən düzdür, əməliyyat zamanı bu qərarlarda müəyyən dəyişikliklər ola bilər. İntraoperasion dəyərləndirmə vəziyyət məsələni başqa tərəfə çəkə bilər. Amma bütün hallarda əməliyyat mənə görə qərarla başlayır, bıçaqla deyil. Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Həkim özü xəstələnə bilərmi? Həkim də bir insan evladıdır və normal insanların yaşadığı dövrdə rastlaşdığı xəstəliklər həkimlərə də aiddir. Və bəzən də insanlar bunun əksini görürlər ki, adətən belə bir hadisələrlə də çox rastlaşıblar. Bəzən hətta həkimlər özləri xəstələndikləri, sahib olduğu xəstəlikləri biraz daha gec dövrdə müalicə etməyə başlayırlar. Siz bunu bilirsiniz, özünüz də jurnalist kimi dəfələrlə görmüsünüz. Ona görə bir etüdü sizlə bölüşmək istəyərdim. Bunu biz 2 nömrəli Efendiyev adına xəstəxanada kuraçıda dərsdə olan zaman o heykəlin altına yazılmış bir cümlədir. Bütün tələbələr, oradan keçən tələbələr bunu bilirlər. Həkim bir şamdır, oyanaraq başqasının həyatına işıq saçır, özü isə bu yolda əriyir. Həkim bəzən öz fəaliyyəti dövründə də normal insanlardakı kimi xəstələnə bilər, xəstəliyini gec, tez, orta və yaxud da digər mərhələlərdə yaxalaya bilər və bu xəstəlikdən sonra letallığın olması da digər insanlarda kimi normaldır. Yəni, həkimlərin xəstələnməyinə heç bir qeyri-adi bir hal kimi baxmaq olmaz. Yəni, mənə görə bu belədir. Həkim də xəstələnə də bilər. Yəni, siz bunu bilirsiniz. Yəni, həkimin xəstələnməyi də mümkündür. Hətta Hipokrat xəstələnən zaman öz xəstəliyinin müalicəsinin aparılmağını öz bir tələbəsinə həvalə etmişdi. Tarixdə bu yazılı formada bu günə qədər də gəlib çatmaqdadır. Yəni, dünyanın bugün həkimliyin atası hesab olunan Hipokrat özünün xəstələndiyi müddətdə öz müalicəsini özünün bir tələbəsinə həvalə etmişdi. Yəni, həkim xəstələnə bilər və xəstələnən zaman olur klassik bir xəstə.